Mövsümlə əlaqədar yeni havalar istiləşdikcə heyvanların yaylaqlara köç etməsi zərurəti yaranır. Belə ki, Respublikanın 12 rayonunda Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəki, Şəmkir və Tovuz rayonlarında müasir standartlara uyğun qırxım və qansoran həşərat və gənələrə qarşı çimizdirilmə məntəqələri fəaliyyət göstərir ki, burada da qoyunların təhlükəsiz qaydada qırxımı və çimizdirilməsi baytar mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bu məqsədlə Göygöl rayonunda yerləşən məntəqədə də heyvanların qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi davam edir. Fermerlərin müraciəti əsasında rayon ərazisində yaylaqlara köçürüləcək xırda və iri buynuzlu heyvanlar Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssislərinin nəzarəti altında çimizdirilir və hazırda tədbirlər davam etdirilir. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi mütəxəssisləri tərəfindən fermerlərə tövsiyə edilir. Yaylaqlara köçürüləcək heyvanlar əvvəlcə baytar həkimi tərəfindən kliniki müayinədən keçirilməli, lazımi baytarlıq sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır. Heyvanların çimizdirilməsi baytar həkiminin iştirakı ilə həyata keçirilməlidir. Məlumat üçün bildirim ki, Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nəzdində fəaliyyət göstərən heyvanların qırxımı və çimizdirilməsi üçün məntəqə mövcuddur. Hal-hazırda da fəaliyyət göstərir. Göygöl rayon Firuzabad qəsəbəsində yerləşir. Əsasən çimizdirilmə və qırxım prosesləri aprel ayının 15-dən başlayaraq may ayının axırlarına kimi davam edir. Heyvanların çimizdirilməsi üçün vətəndaşlar müraciət edirlər, vətəndaşların müraciətləri qeydə alınır. Buradan da vətəndaşlarımıza müraciət edirik ki, Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət edə bilərlər. Onların müraciəti əsasında da mövsümü olaraq iri buynuzlu və xırda buynuzlu heyvanların çimizdirmə və qırxım prosesini həyata keçirə bilərik. Nəzərə çatdırım ki, heyvanlar yaylaqlara köç etməmişdən qabaq qırxım və çimizdirilmə prosesləri davam eləməlidir. Bunun əsas səbəbi ektoparazitlərdə qarşı müdafiə funksiyasıdır. Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə heyvanların qırxım və çimizdirilməsi üçün bir fermerimiz müraciət etmişdir. Hal-hazırda biz çimizdirilmə məntəqəsindəyik. Heyvanların, yəni xırda buynuzlu heyvanların çimizdirilməsi prosesi baytar həkimlərinin nəzarətindən baş verir. Çimizdirilmə zamanı 8 ton sudan istifadə olunur, vanna çimizdirilir və paracetamol 600 məhlulundan istifadə olunur. 1 ton suya 250 ml qatılmaqla hazır işçi məhlul hazırlanır. Qurulanma mərhələsidir. Ondan sonra heyvanlar qurulanma mərhələsində olurlar. Burada 1 saat ərzində baytar həkimi nəzarətində gözlədirik. Bunun səbəbi odur ki, hər hansı bir mürəkkəbləşmə halı baş verməsin. Hər hansı bir mürəkkəbləşmə halı baş verdikdə isə ilk yardım olaraq deksametazon, prednizolon tərkibli qarmonal maddələrdən istifadə olunur ki, heyvan ölüm faktından qeydə alınmasın. Bəzən fermerlərimiz Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə və ya digər baytarlıq xidməti göstərən idarələrimizə müraciət etmədən heyvanları özləri suni şəkildə, öz həyətlərində yaradılmış suni vannalar şəklində çimizdirməyə çalışırlar. Bu düzgün metod deyil. Burada baytar həkimi iştirak etmir, dərmanların təlimata uyğun qatılmağına nəzarət olunmur. Amma bizim bu çimizdirilmə və qırxım məntəqəsində çimizdirilən heyvanların dərmanlarına tam nəzarət olunur, təlimata uyğun şəkildə, doza uyğun şəkildə qatılır və heyvanları çimizdirilir. Və ondan əlavə olaraq da buradan da vətəndaşlarımıza müraciət edirik ki, qırxım və çimizdirilmə ilə bağlı müraciətlərini ərazi üzrə baytarlıq idarələrinə eləyə bilərlər. Keçən ildə mən burada heyvanları gətirdim. Çox sağ olsun, fermerə müraciət elədim. Vaxt təyin elədilər. Həkim briqadasını tökdü. Vallahi ki, bunlara da dedilər, ehtiyac yoxdur. Özləri çimizdirdilər, heyvanı çıxartdılar, quruladılar. Allah ömür versin prezidentimizə və yerdə də belə qardaşlarımıza ki, bu rahatçılığı fermerlər üçün qurublar. Mən də şəxsən bir fermer kimi minnətdarım bildirmək istəyirəm Göygöl baytarlığına. Təkcə bu çimizdirmə deyil. Mütəmadi olaraq baytar həkimlər gəlir,
Çok sağ olsunlar. Bir fermer ki ben de minnettarım bildirirəm. Allah can sağlığı versin.